Bu da bayaqki sualın deməli ikinci həlli. Bu həll mənə məxsusdur. Deməli, birinci izləməmişsinizsə qaçın birinci izləyin, elə gəlin. Buradan bir dənə hündürlüyə indirirəm. Bura 90 dərəcə, deməli, bura Y nöqtəsi deyək. Bura A deyirəm, bura B deyirəm, bura A olur. Çünki bu A, D, C, Y düzbucaqlıdır. Sonra bura A çıx B olur. Niyə? Çünki şərtdə deyir ki, AB üstəgəl CB DC'nin 2 qatına bərabərdir. Bunları toplayanda 2A verməlidir ki, şərt ödənsin. Sonra nə edirəm? Bu düzbucaqlının diaqonalını çəkirəm. Biraz yuxarı alaq və bunun uzantısı ilə birləşdirirəm bir nöqtədə. Bir dəqiqə. Deyək ki, birləşdi də. Birləşdi deyək. İndi burada bu buna paralel olduğu üçün bu böyük üçbucaq var ya, bu üçbucaq. Bu üçbucaqla buradakı kiçik üçbucaq oxşardır. Mən bura bir dənə x desəm. Burada belə bir onlar oxşar olduğu üçün bura alfa bucağı olsun. Alfa bucağının qarşısında B var. Alfa bucağının qarşısında böyükdə də A var. A bölünsün B. Deməli, bu bucaq 35 dərəcədir. 35 dərəcənin qarşısında burada A çıx B üstəgəl X var. Burada 35 dərəcədir. Paralellikdən gəlir o. Bunlar ikisi bir-birinə paralel olduğuna görə. Burada X var. Buradan sadələşdirsək necə yazaq? Baxın, belə yazaq. A böl B, A çıx B böl X üstəgəl X böl X, yəni 1. Biri bu yana keçirsək və ortaq məxrəci gətirsək, A çıx B bölünsün B, mənə verəcək A çıx B böl X-i. Buradan da B-nin X-ə bərabər olduğunu tapıram. B X-ə bərabərdirsə, bura B desəm, bərabər yanlı olurmu bu üçbucaq? Bərabər yanlı olur. Deməli, bura bərabər yanlıdırsa, ora 35-dirsə, burada 35-dir. Buradakı iki daxilin cəmi qonşu olmayan xariciyə bərabər olduğu üçün bura yenə 70 dərəcə olur.